Salam, bugün mən sizə coğrafiya test toplusu 2-ci hissə 2025-ci il səhifə 136-dakı bir neçə məsələlərin izahını verəcəyəm. Digər birinci hissədə və ikinci hissədəki bütün məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub məsələlərin izahına baxa bilərsiniz. Yəni abunə olmaq ödənişsizdir. Heç bir ödəniş tələb etmir. Məsələ dünya əhalisi bölməsində məsələ 190-ın izahını vermişdim. Yenidən izahını verim və sonra növbəti məsələlərimizin izahını verək. Ölkə ərazisi xəritədə 9 kvadrat santimetrlə göstərilmişdir. Əhalinin sayının 21,6 milyon nəfər, sıxlığının isə 60 nəfər kvadrat kilometr olduğunu bilib, ölkənin sahəsini və xəritənin miqyasını müəyyən edin. Keçən dəfə qeyd etmişdim, yəni ölkə əhalisinin sıxlığını tapmaq istəyiriksə, ölkənin əhalisinin sayını ölkə ərazisinin sahəsinə bölürük və bizdə xəritədəki sahə verilmişdir 9 kvadrat santimetr. Biz miqyas tapmalıyıq. Əvvəlcə həqiqi sahəni tapmaq istəyiriksə, əhalinin sayı verilir. Demək ki, 21,6 milyon nəfər və sıxlıq verilir 60 nəfər kvadrat kilometr. Tənlik formasında həll edib burada tapırıq. Həqiqi sahəmiz olur 360 min kvadrat kilometr. Və xəritə miqyası tapmaq istəyiriksə, həqiqi sahəni biz xəritədəki sahəyə bölürdük. Miqyas bərabərdir. Rəqəmləri yazıb burada kök altında tapırıq 1 santimetrdə 200 kilometr. Və izahlı miqyası, ədədi miqyası çevirəndə 100 minə vururduq. 200'ü 100 minə vuranda 1'in 20 milyona nisbətli miqyaslı xəritə edər. Biz keçən video dərslərdə bir neçə qeydlər etmişdik. Yenə də qeydlər edək. Təbii artım, ümumiyyətlə əhalinin artımı, əmək ehtiyatları bölməsində bir neçə izahlar verək. Əhalinin yaş piramidası. Biz bilirik ki, ölkənin demoqrafik vəziyyəti ilk növbədə əhalinin yaş tərkibindən, strukturundan asılıdır və yaş tərkibi əhalinin müxtəlif yaş qrupları ilə paylanmasıdır. Misal üçün, əgər təbii artım, bir də təbii artım deyəndə burada müxtəlif ölkələr üçün dünya üzrə Avropa, Asiya, Afrika və s. Yəni bu rəqəmlər dəyişə bilir. Burada yaşlı nəsil, orta nəsil və uşaqların, yəni ən cavan nəsil burada qeyd olunur. Bir də əmək ehtiyatları var. Əmək ehtiyatları nəyə deyilir? Əmək ehtiyatları ümumiyyətlə ölkə əhalisinin yaş və say tərkibi dövlətin əmək ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Və əmək ehtiyatları 16-65 yaş qrupuna daxil olan fiziki və əqli cəhətdən sağlam, işləməkdən yayınmayan əhalidir. Burada daha aydın göstərilir. Ölkə əhalisi 3 qrupa bölünür. İşləməkdən yayınanlar, əmək ehtiyatları və əmək qabiliyyəti olmayanlar, 16 yaşa qədər olanlar, xüsusi təyinatlı müəssisələrdə olanlar, işləməyən təqaüdçülər və bir də əmək ehtiyatları özü 2 yerə bölünür. İqtisadi fəal əhali, yəni məşğul olanlar, bir də işsizlər. İşsizlik faizinin tapılması haqqında qeydlər edəcəyik. Burada bizim düsturumuz var idi. Hər hansı ölkənin iqtisadi və sosial vəziyyətini, səviyyəsini göstərən amillərdən biri də işsizlik səviyyəsidir. Və işsizlik səviyyəsi işsizlərin əmək ehtiyatlarının sayına nisbəti ilə müəyyən olunur. Və fikir versək bu düsturdan işsizlərin sayı, əmək ehtiyatlarının sayı və işsizlik səviyyəsi burada aydın qeyd olunur. Və məsələlərimizin həllinə keçək. Bayaqki məsələnin növbəti 191 nömrəli məsələ eyni tipli məsələdir. Ölkənin əhalisinin sayı 25,6 milyon nəfər, sahəsi isə 640 min kvadrat kilometrdir. Sahəsinin 4 kvadrat santimetrlə göstərildiyi xəritənin miqyasını və əhalinin sıxlığını müəyyən edin. Bayaqki qaydada yenə həll edirik.
Əhalinin sayını ölkə ərazisinin sahəsinə bölürük. Buradan tapırıq 40 nəfər kvadrat kilometr. Xəritədəki sahə 4 kvadrat santimetr. Həqiqi sahəmiz 640 min kvadrat kilometr. Miqyas tapırıq burada. Həqiqi sahəni xəritədəki sahəyə bölüb kök altında tapırıq 400 kilometri tapmış oluruq. Burada kilometrdir. Kilometri tapmış oluruq. Deməli bizim həqiqi miqyasımız 1 santimetrdə 400 kilometrdir. Bayaqki qaydada yenə də 400-ü 100 minə vururuq əgər kilometrdirsə. Demək 1-in 40 milyona nisbəti miqyaslı xəritə edər. Məsələ 201-ə baxaq. 201 nömrəli məsələdə ölkə əhalisinin sayı 25 milyon nəfər və ümumi əhalinin 8%-ni işsizlər təşkil edir. İşsiz əhalinin 1,5 milyon nəfəri iqtisadi böhran səbəbindən, digəri isə qismi isə texnoloji inkişaf səbəbindən nəticəsində işsiz qalıb. Ümumi ölkə əhalisi içərisində struktur işsizliyin payını müəyyən edin. Əgər işsizlər 8%-ni təşkil edirsə, deməli ölkə əhalisi də 25 milyon nəfərdirsə, yəni 100% qəbul edirik. 8%-i 2 milyon, deməli 2 milyon nəfəri işsizlərdir. Və qeyd edir ki, demək 1,5 milyon nəfər işsiz əhalinin 1,5 milyon nəfəri iqtisadi böhran səbəbindən, digər qismi texnoloji inkişaf səbəbindəndir. Deməli əvvəlcə 2 milyondan çıxırıq 1,5 milyon nəfər tapırıq 500 min nəfər. Bu texnoloji səbəbdən, yəni inkişaf nəticəsində işsiz qalıb. Bir də 1,5 milyon nəfər burada iqtisadi böhran səbəbindən işsiz qalmışdır. Demək 2,5 milyon nəfəri 100% qəbul ediriksə, 2% 500 min nəfər olar. Deməli struktur işsizlərin faizi 2%-dir. Burada 2,5 milyon nəfər 100%, 500 min nəfər x qoyduqda 2%-dir. Yəni demək 500 min nəfər, yəni 2% edər. Struktur işsizlərin faizi. Məsələ 203-ə baxaq. 2022-ci ildə əvvəlində regionda əhalinin ümumi sayı 1,5 milyon nəfər, həmin ilin sonunda isə 1 milyon 508 min nəfər olmuşdur və təbii artımın 0,7% olduğunu nəzərə alaraq neçə min nəfərin miqrasiya etdiyini müəyyən edin. Burada da bayaqki qaydada yenə də demək 1 milyon 508 minə çıxırıq 1 milyon 500 mini tapırıq 8 min nəfər. Deməli 8 min nəfər artım olmuşdur və təbii artım 0,7%-dirsə 1 milyon 500 min 100%, 0,7%-i, yəni 10.500 nəfəri 0,7%-dir. Bunun 0,7%-i təbii artım, yəni təbii artım hesabına 10.500 nəfər olmuşdur. Və 10.500 nəfərdən də çıxırıq ümumi artımımız olmuşdu 8.000 nəfər və tapırıq demək miqrasiya hesabına, yəni miqrasiya hesabına artım olur 2500 nəfər. Təbii artımdan çıxırıq ümumi artımı tapırıq, miqrasiya hesabına olunan artımı tapırıq. Məsələ 204-ə baxaq. Əhalinin sayı 12 milyon nəfər olan ölkədə il ərzində doğulanların sayı 70 min nəfər, ölənlərin sayı 22 min nəfər olmuşdur. Təbii artımın bu tipinə uyğun olan dövlətlər qrupunu tapın. Burada da 70 mindən 22 mini çıxırıq, tapırıq 48 min olur ümumi artımımız. 1000 nəfərə 12 milyon nəfəri ümumi artım 48 min nəfərdirsə 1000 nəfərə 4 nəfər düşür və burada deməli bu dövlətlər içərisində Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiya bu artıma uyğun gəlir. Yəni 1000 nəfərə 4 nəfər. Məsələ 209-a baxaq.
2023-cü ildə ilin yaş cins piramidasına əsasən hansı illərdə hərbi çağırışçıların sayının daha çox olacağını müəyyən edin. Burada da demək hərbi çağırış deyirsə, deməli 18 yaşında aparılırsa, 18 yaşdan onu çıxırıq. Fikir versək, 10 və 14-də çox olacağı deyirsə, az yox, çox. Həmişə buna fikir vermək lazımdır. Daha çox. Deməli, 10 və 14 yaşlarında. 10 və 14 yaşlarında demək 18-dən əvvəlcə 10 çıxırıq 8 il, sonra 2023-ün üzərinə 8 gəlib 2031-ci ildə. Və bir də 18-dən 14-ü çıxırıq 4 il, 2023-ün üstünə 4 gəlir, 2027-ci illərdə daha çox olacaqdır. 2027 və 2031-ci illərdə. Məsələ 242-yə baxaq. Ölkə əhalisinin, ölkədə iqtisadi cəhətdən fəal əhalinin 5,7 milyon nəfər olduğunu, yəni nəfər maddi istehsal, 2,7 milyon nəfər isə qeyri-maddi istehsal sahələrində çalışırlar. Müəssisələrin maddi və ya qeyri-maddi istehsala aid olmasına görə qruplaşdırılmasına aid nümunələr burada qeyd olunur. Maddi istehsal, misal üçün burada qeyd olunur Sumqayıt Boru Prokat, Qəbələ Konserv, Qarabağ Sement, Azərdəmir Yolu və s. Yəni bunları qeyd etmək olar. Maddi istehsal və bir də qeyri-maddi istehsal. Qeyri-maddi istehsal, misal üçün asan xidmət, Azar Sığorta, Mərkəzi Klinik Xəstəxana və s. Xaçmaz Muzeyi, bunları qeyd etmək olar. 2,7 milyon nəfər isə qeyri-maddi istehsal sahələrində çalışırlar. Demək, biz bunları toplamalıyıq. Fəal iqtisadi əhali, deməli, biz fəal iqtisadi əhalini tapmalıyıq, sayını tapmalıyıq. 5,7 milyon nəfərin üzərinə 2,7 milyon nəfəri gəlib, tapırıq. İqtisadi fəal əhali olur 8,4 milyon nəfər. Və qeyd edir ki, demək, işsizliyin 30%-in təşkil etdiyini bilərək ölkənin əmək qabiliyyətli əhalisinin sayını müəyyən edin. Bayaqki qaydada əgər 100%-dən 30% çıxıb tapırıq, demək 70%, deməli iqtisadi fəal əhalinin faizi 70%-dir. 8,4 milyon nəfərə 70%-dirsə 100%-imiz 12 milyon nəfər, deməli əmək ehtiyatları 12 milyon nəfərdir. Yəni əmək ehtiyatları, yəni əmək qabiliyyəti, əmək ehtiyatları burada qeyd etdik. Həm məşğul əhali, həm işsizlər. Deməli əmək ehtiyatlarının payı 12 milyon nəfərdir sayı. Məsələ 243-ə baxaq. Ölkənin əmək qabiliyyətli əhalisinin 68%-ni iqtisadi cəhətdən fəal əhali və 8 milyon nəfər isə işsizlər təşkil edir. Yenə də 100%-dən 68% çıxıb tapırıq işsizlərin faizini. İşsizlərin faizi olur 32% və 8 milyon nəfər əgər işsiz varsa, 8 milyon 32%-dirsə, 100%-imiz 25 milyon nəfər olar. Məsələ 244-ə baxaq. Ölkə əhalisinin sayı 8 milyon 265 min nəfər, illik təbii artım 66 milyon 66.120 nəfər olmuşdur. Hər 1000 nəfərə düşən təbii artımı müəyyən edin. Bayaqki qaydada yenə də 8 milyon 265 min nəfərdən 66.120 nəfəri 120 nəfərdirsə təbii artım 1000 nəfərə 8 nəfər olar. Demək, məsələ 245-ə baxaq. Urbanizasiya səviyyəsi 80% olan ölkədə əhalinin ümumi sayı 66 milyon nəfər, illik təbii artım 42 min nəfər. Şəhər əhalisi arasında hər 1000 nəfərə görə təbii artım 7 nəfər olarsa, kənd əhalisinin artımını müəyyən edin. Demək, 6 milyonu 100% qəbul ediriksə, 80%-i buradan tapırıq 4 milyon 800 min nəfər şəhər əhalisidir. Şəhər əhalisi olur 4 milyon 800 min nəfər.
və 6 milyondan 4 milyon 800 min çıxırıq və tapırıq 1 milyon 200 min nəfər. Kənd əhalisi olur 1 milyon 200 min nəfər. Və demək, əgər 6 milyon, yəni artımımız 42 min nəfərdirsə, 1000 nəfərə 7 nəfər düşür. Və buradan biz şəhər əhalisindən tapırıq. Demək, şəhər əhalisi 4800 nəfərdirsə, 1000 nəfərə 7 nəfərdirsə, şəhər əhalisinin artımı 33600 nəfərdir. Bizim ümumi artımımız da 42 min nəfərdirsə, 42 min nəfərdən çıxırıq şəhər əhalisinin artımını tapırıq. Kənd əhalisinin artımı olur 8400 nəfəri tapmış oluruq. Məsələ 246. Urbanizasiya səviyyəsi 60%, ümumi əhalinin sayı 12 milyon nəfər, illik təbii artım 60 min nəfər, kənd əhalisi arasında hər 1000 nəfərə görə təbii artım 5 nəfər olarsa, şəhər əhalisinin təbii artımını müəyyən edin. 1000 nəfərlə bayaqki qaydada yenə də 60%-i 7 milyon 200 min nəfərdir. Urbanizasiya səviyyəsi şəhər əhalisi, yəni 7 milyon 200 min nəfərdir. Ümumi əhalinin sayından şəhər əhalisinin sayını çıxıb tapırıq. Kənd əhalisinin sayı 4 milyon 800 min nəfər və əgər 1000 nəfərə 5 nəfər düşürsə, 4 milyon 800 min nəfərə x buradan tapırıq 24 min nəfər kənd əhalisidir. Şəhər əhalisi isə bizdən şəhər əhalisini soruşur. Əgər demək 60 min nəfər, demək 60 min nəfərdən 24 min nəfərə çıxsaq 36 min nəfər edir. Deməli bizim artımımız olmuşdu. İllik təbii artımımız olmuşdu 60 min nəfər. 60 min nəfərdən 24 min nəfərə çıxırıq. Yəni kənd əhalisinin artımını çıxırıq. Ümumi artımdan kənd əhalisinin artımını çıxırıq, tapırıq şəhər əhalisinin artımını. Bizdən şəhər əhalisinin artımını soruşur. Və yaxud da bu cür də tapmaq olardı. Əgər 1000 nəfərə 5 nəfər düşürsə, 7 milyon 200 min nəfərə x, buradan tapırıq 36 min nəfər. Yəni bu cür də tapmaq olardı, bu cür də tapmaq olardı. Burada da 12 milyon nəfərimiz artım, ümumi artım 60 min nəfərdirsə, 1000 nəfərə 5 nəfər düşür. Məsələ 147-yə baxaq. Ölkə əhalisinin sayı 80 milyon nəfərdir. Bir ildə ölkədə doğulanların sayı 1,9 milyon nəfər, ölənlərin sayı 0,7 milyon nəfər. Hər 1000 nəfərə düşən təbii artımı müəyyən edin. Və 1,9 milyon nəfərdən, yəni ölənlərin sayından doğulanların sayını çıxırıq, təbii artımı tapmış oluruq 1 milyon 200 min nəfər və ümumi əhalimiz sayı 80 milyon nəfərdirsə, artım, təbii artım 1 milyon 200 min nəfərdirsə, 1000 nəfərə 15 nəfər düşər. 1000 nəfərə 15 nəfər düşər. Məsələ 248-ə baxaq. Ölkə əhalisinin sayı 100 milyon nəfərdir. Bir ildə ölkədə doğulanların sayı 2,8 milyon nəfər, ölənlərin sayı 1,6 milyon nəfərdir. Deməli, bayaqki qaydada burada 2,8 milyondan 1,6 milyon çıxıb tapırıq 1 milyon 200 min nəfər. Demək ki, 100 milyona 1 milyon 200 min nəfər düşürsə, 1000 nəfərə 12 nəfər düşər. Burada da yenə demək bizdən 1000 nəfərə düşən, hər 1000 nəfərə düşən təbii artımı istəyir. 1000 nəfərə 12 nəfər. Demək, məsələ 249-a baxaq. Ölkədə əhalinin sayı 8 milyon 265 min nəfər, təbii artım hər 1000 nəfərə 8 nəfər düşür və illik mütləq artım müəyyən edin. Yenə də bayaqki qaydada bizdən mütləq artım istəyir. Burada 66.120 nəfər olar. Məsələ 150 də eyni tipli məsələdir. Demək,
Ölkə əhalisinin sayı 8 milyon 800 min nəfər, təbii artım hər 1000 nəfərə 11 nəfər olmuşdur. İllik mütləq artımı hesablayın. Demək, mütləq artımımız olar 96.800 nəfər. Məsələ 251-ə baxaq. A regionunda əhalinin sayı, ümumi sayı ilin əvvəlində 130 milyon nəfər. İlin əvvəlində deyir, buna fikir vermək lazımdır. Təbii artım hər 1000 nəfərə -2 olarsa, yəni azalma prosesi gedir. Mənfi deyirsə, deməli azalma prosesi gedir. Həmin ilin sonunda əhalinin sayını müəyyən edin. Deməli, əgər 130 milyon nəfəri 1000 nəfərə -2 nəfər düşürsə, yəni azalma prosesi gedir. 130 milyon x buradan tapırıq 260 min nəfər. Demək, 130 milyondan biz çıxırıq 260 min nəfəri, çünki azalma prosesi gedir. Və buradan tapırıq 129 milyon 740 min nəfəri tapmış oluruq. Çünki mənfidir. Mənfidirsə azalma prosesi gedir. Məsələ 252-yə baxaq. Ölkədə dəmir yollarının ümumi uzunluğu 20 min kilometr, orta sıxlığı isə 400 metr kvadrat kilometrdir. Ölkədə əhalinin orta sıxlığı 100 nəfərdirsə, ölkə əhalisinin sayını müəyyən edin. Demək, sıxlığı tapmaq istəyirdiksə, biz yolların uzunluğunu ölkə ərazisinin sahəsinə bölürdük. Burada rəqəmləri yazırıq. 400 metr kvadrat kilometr. Baxın, metr burada yazırıq. Metr kvadrat kilometr. Lakin bizə 20 min kilometr verir. 20 min kilometrdə biz çeviririk metrə. 1 kilometrimiz 1000 metrdirsə, 20 min kilometr x buradan tapırıq, metrimizi tapırıq. Və rəqəmləri yazırıq düsturda. Sıxlıq bərabərdir yolların uzunluğu 20 milyon metr bölünsün ölkə ərazisinin sahəsini tapmaq istəyirik. Buradan tapırıq 50 min kvadrat kilometr. Bu olur bizim ölkə ərazisinin sahəsi. Demək, sıxlıq düsturumuz var idi. Əhalinin sayını ölkə ərazisinin sahəsinə bölürük. Burada rəqəmləri yazırıq. 100 nəfər kvadrat kilometr, əhalinin sayını bilmirik. X formasında yazırıq. Tənlik formasında yazıb tapırıq. Buradan 5 milyon nəfəri tapmış oluruq ölkə əhalisinin sayı.